Ey kainat, pul istəyirəm səndən. Meşok. Ay kainat, arı yoxlu bir dənə oğlan istəyirəm. Ay kainat, bahalı maşın olsun, şirkətləri olsun, bağ evi olsun, şəhərin hər mərkəzində bir toçka evi olsun. Aylıq qazancı bir yox yarım milyon olsun. İstədiyim hər şeyi mənə alsın, versin. Bir də heç vaxt mənə xəyanət eləməsin. Ay Evren, yetirdən o mənə yaraşıqlı oğlanı. Ay xanım. Sən mi o? Ay xanım, siz nə edirsiniz burada? Evrana mesaj göndərirəm dana. Xanım, birincisi Evren yox, kainat. İkincisi də istəyəndə Evrəndən yox, Allahdan istəmək lazımdır. Onun əvəzinə dua eləyin. Sən çox mu bilirsən? Mən bütün podroqaları meditasiya eləyir, mən də ondan eləyirəm. Sən bahalı maşının varmı? Birincisi, bu ləhcə ilə meditasiya sözü üstə düşmür. İkincisi də ki, yoxumdur. Bə yaxşı, şirkətin zadın da mı yoxdur? Yox, xanım, mən maaşa işləyən adamım. Bə nə qədər maaş alırsan? Elə 1500 manat. Yox, o bəs eləməz mənə. Bəs eləmir deyəndə ki, şükür Allahın bu gününə. Ay kainat, mənə belə yanlış adam göndərmə. Səndən istəyirəm, mənə normal adam göndər, dənə pullu adam göndər. Xanım, bəs yaxşı, indi nə edirsiniz? Evrana mesaj göndərirəm dana. Bəs yaxşı, bayaq göndərdiyiniz nə idi? Yox dana, bayaqları Telegramdan göndərdim, mənə yanlış şey göndərdi. İndi WhatsAppdan göndərirəm ki, dəqiq olsun. Yox, bir kəz zəncir.